Salam əziz dostlar, bugünkü dərsimizin mövzusu obyektlərin daşınması olacaq. Əlbəttə, obyektləri bir neçə üsulla bir yerdən digər yerə daşımaq olar. Bunu rusca desək freeza təmiridir. Məsəl üçün, göstərilmiş faylımızı obyektin üzərinə daşımaq üçün obyekt üzərində sol düymə sıxıldı və buraxılmadan qovluq üzərinə atıldı. Beləliklə, həmin ekranda olan faylımız qovluğun içərisinə köçdü. Bu obyektlərin daşınmasının bir nümunəsi. Digər nümunə, məsəl üçün, qovluq içərisində olan obyektimizi daşımaq istəyirik. Bunun üçün üzərində sağ düymə sıxıldı. Açılmış kontekst menüdən Vureza sətrini seçdik və gördüyümüz kimi seçdiyimiz, yəni kəsdiyimiz obyekt boz rəngdə boyandı, obyektimiz bağlandı və bunu işçi stola yerləşdirmək istəyirsə, ekranın boş sahəsində sağ düymə sıxdıq, stavit verdik. Bu obyekti köçürməyin, yəni daşımağın digər bir üsulu. Başqa bir üsulu alternativ olaraq klaviatur kombinasiyasını yerinə yetirmək olar. Bunun üçün obyekt qeyd olundu, klaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə X komandası verildi. Gördüyümüz kimi obyektin rəngi dəyişdi və köçürəcəyimiz mövqeyini təyin etdik. Məsəl üçün, deyək ki, My Document. My Document-in üzəri açıldı və yer göstərildi. Sol düymə bir dəfə boş sahədə sıxıldı. Sonra isə klaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə V hərfini vurduq. Beləliklə, ekranda kəsdiyimiz obyekt bizim My Document-imizə köçdü. Bu əməliyyat ardıcıllıqlarını əlbəttə özümüz yerinə yetirsək, bunun daha praktik nəticəsini almaq olar. Obyektlərin daşınması, köçürülməsi və yerləşdirilməsi kompüterin istənilən hissəsində mümkündür və unutmayaq ki, istər flashdan, istər disketdən, istər diskdən bu əməliyyatları tətbiq eləmək mümkündür. Dərsimiz bura qədər.